Cəllabadın bu kəndlərində mavi qaz həsrəti illərdir ki, davam edir. Qış qapıdadır, mavi qazdan isə xəbər yoxdur. Qazla yanaşı işıq xətlərindəki nasazlıqlar da bu kəndlərdə insanların səbir kasasını daşırıb. Bir çoxu doğma ocağını qoyub şəhərə köçməyə məcbur qalır. Gəlin izləyək. Qış yaxınlaşır. Cəllabadın Dağətəy kəndlərində yaşayan sakinlər üçün isə bu hər dəfə eyni narahatlığın təkrarı deməkdir. Qarakazımlı, Sarxanlı, Moranlı, Zərbəli və Dələli kəndləri hələ də mavi yanacaqdan məhrumdur. Ərazidə təxminən 5000-ə yaxın insan yaşayır. Amma onların evlərinə kənddə məskən saldıqları tarixdən indiyədək qaz xətti hələ çəkilməyib. Televiziyamıza müraciət edən sakinlər elə bizə də eyni sualı verir. Bizim kəndlər niyə növbəyə düşmür? Kənd sakinləri qışın sərt soyuğuna qarşı odun sobasının istisinə sığınır. Amma bu istiliyin arxasında həm ağır zəhmət, həm də artan xərc dayanır. 60 yaşım var vallahi. Odun almadan bezmişik. Odan da pensiya almıram, şey eləmirəm. Odan ağacları kəsirik. Meyvə ağacları. Xəstə var, qoca var vallahi. Heç elə layihə bu il salınacaq, gəlin salınacaq, salan yoxdur. Odunla qalxıb 30 manata metrəsi, beşələrdən bıraxmırlar, məcbur həyətdən keçək, yandıraq, qışı çıxaq. Kənddə də ağac qalmayıb. Açığın deyim, bura vaxtilə biz eşitdiyimizə görə ceyran keçməz olub. Ağaclıq olub. İndi də qapılarda ağac qalmayıb. Hələ bu sahələri demiyor, qapılarımızda ağac qalmayıb. Nəyə görə? İşığın olmamağına görə, qazın olmamağına görə onlar olunsa, həyətimizdə ağaclar qalar. Məcbur qalıq, odun ala bilmirik. Qaz da yoxdur. İstər-istəməz götürüyor hələ bir mişar balta, kəsib atıq yanmaqdansa balalarımız soğuqdan ölməsin. Təbii qazın yoxluğu azmış kimi xətlərdəki nasazlıqlar ucbatından sabit işığın yoxluğu illər keçdikcə kəndləri tərk edən insanların da sayını artırır. Kənd ağsaqqalı Ramazan Abbasovun sözlərinə görə təkcə Moranlı kəndindən son 2-3 il ərzində 30-dan yuxarı ailə evlərini tərk etmək məcburiyyətində qalıb. İşığımızdır. Hər gün demək olar ki, bizə işıq verilmir. Gecə, şam vaxtı 21-ci əsrdə biz şam işığına çörək yiyirik. Ustulbalar başımıza dəyir, setkiyə dəyir, kətdə adam qalmayıb, hamısı işığa görə, qaza görə köçüb rayona gedib. Kətdə qalıb mənim kimi yaşlı adamlar, onu da neyniyək biz? 82 yaşım var, hələ mən qaz görməmişim. Nədir? Gənc nəsillər hamısı çıxıb gedir, qalmışıq biz qocalar. Moranlı kəndində. Qazın layihəsi də gəlib, qulasan yox, baxan yoxdur, qalmışım beləsini. Xahişim odur ki, bu mənim sözlərimi işıqlandırırsın, baxasın kəndimizə bir Ustolbaya, qaza bizə köməlik eləyəsiniz. Sakinlərin müraciətindən Azərqaz İstehsalat Birliyi də məlumatlıdır. Birliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə regionlarda qaz təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Azərqaz İstehsalat Birliyi regionlarda qazlaşma prosesini öz resursları hesabına həyata keçirir və bu baxımdan bu işlərdə mərhələlik prinsipi məcburi olaraq gözlənilir. Bu baxımdan Cəllabad rayonunun Qarakazımlı, Sarxanlı, Moranlı, Zərbəli və Dələli kəndlərinin qazlaşması prosesinə Azərqaz İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər. Qeyd edək ki, Cəllabadın sözügedən bu kəndləri rayon mərkəzindən təxminən 35 kilometr uzaqlıqda yerləşir. Sakinlər ümid edirlər ki, növbəti illərin planında artıq onların da kəndinin adı olacaq. Hər halda qışın soyuğu hər kəs üçün eynidir. Amma kiminin evində mavi yanacaq yanır, kimi isə hələ də odunun köməyinə möhtacdır.